Hansı baş ağrıları zamanı baş beyin MRT-sinə ehtiyac var? Uşağınız məktəbdən gəlir və deyir ki, başım ağrıyır. Sizin də ilk fikriniz odur ki, mütləq uşağın baş beynin MRT müayinəsi elətdirək. Amma bir nevroloq kimi deyirəm ki, hər baş ağrısı zamanı baş beyin MRT-si tələb etmirik. Bəzən səbəb çox sadədir. Uşaq az yatıb, kifayət qədər su içməyib, uzun müddət ekrana məruz qalıb, stres keçirib və yaxud da miqreni var. Bunlar da baş ağrı verə bilir. Amma elə baş ağrıları var ki, onları mütləq ciddi qiymətləndirmək lazımdır. Yəni baş ağrı yeni başlayıb, getdikcə güclənirsə, gecə uşağı yuxudan oyadırsa, xüsusilə səhərlər güclüdürsə, qusma ilə müşahidə olunursa, görmədə dəyişikliyi varsa, uşaqda qıcı olma, huş dəyişmə, tarazlıq, pozuntusu, zəif görmə kimi hallar varsa, yəni uşaq baş beyin, kəllə beyin travması keçiribsə, mütləq baş beyin MRT-si olunmalıdır. Belə hallarda uşağı nevroloq müayinə edir, lazım gəldikdə MRT müayinəsinə qərar verir. Bir şeyi də unutmayın, MRT-nin normal çıxması uşağının baş ağrısının səbəbsiz olması demək deyil. Çünki miqren kimi çox yayılmış baş ağrıları zamanı diaqnozu MRT-yə əsasən qoymuruq. Əgər uşağın baş ağrısı təkrarlanırsa, onu sadəcə ağrı kəsici ilə keçirməyə çalışmayın. Onun mütləq səbəbini araşdırın.